Bildiyiniz kimi TikTokda, Instagramda səslənən müəyyən musiqilər var ki, görürsünüz, siz orada xanım səsi var, bəy səsi var. O canlı oxuyan deyil də. Bu süni intellektlə hazırlanmış yapay zəka ilə mahnı düzəlir. O mahnı da indi gərək düz danışasan. Düşür dillərə, insanların qəlbini, necə deyim, fəth eləyir. İnsanlar başlayır buna video çəkməyə. Milyonların eşitdiyi mahnını, tutalım indi mahnı nəsə düzəltmişsiniz, bu mahnı tutub. Bunu hansı üzlə müğənniyə göndərirsiniz ki, belə bir mahnı var, mahnını satırıq. Yəni bu olmazlar dediyimiz şeylər, işlərin hamısı olur. Bu dünya hara gedir? Mən fikir verirəm ki, ümumiyyətlə insanlara bir şeylər olub, nələrsə olub bizə. Heç vaxt heç nəyi eləmək olmaz kimi şeylərin hamısını biz eləyirik. Bizə nə olub? Biraz ya bunun qarşısını alaq, ya valla bizə nəsə olubdur. Elə kim nə ürək istəyir eləyirik. Belə dünya belə yaşamaq olar. Qurban sizə, bizə nə olub? Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Süni intellektlə hazırlanan mahnının müğənni Xatirə İslama satmaq istəyiblər. Bu haqda müğənni özü sosial media hesabında paylaşım edərək bunları deyib.